Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin 16-22 iyun tarixləri arasında bürcünüzün sizə ötürdüyü mesajları birlikdə kəşf edək. Qoç. Əziz qoçlar, iyun ayının bu həftəsində enerjiniz yüksək olacaq və yeni layihələrə başlamaq üçün əlverişli bir vaxtdır. Liderlik bacarıqlarınız ön plana çıxacaq. Ancaq impulsiv qərarlardan çəkinin və detallara diqqət edin. Şəxsi münasibətlərdə isə balansı qorumağa çalışın. Bəlkə də çoxdan gözlədiyiniz insanla məhz bu həftə qarşılaşacaqsınız. Uğurlu günlər 17 və 22 iyun. Uğursuz gün 16 iyun. Buğa. Buğalar, bu həftə maliyyə məsələlərində diqqətli olmağınız tövsiyə olunur. Maddi xərclərinizi nəzərdən keçirin və lazımsız alış-verişdən çəkinin. Şəxsi həyatınızda isə sabitlik və harmoniya ön planda olacaq. İş yerində bəzi sürprizlərlə qarşılaşa bilərsiniz. Uğurlu günlər 20 və 22 iyun. Uğursuz gün 18 iyun. Əkizlər. Əkizlər bürcün nümayəndələri üçün iyunun bu həftəsi uğurlu olacaq. Belə ki, ünsiyyət bacarıqlarınız bu həftə parlayacaq. Yeni tanışlıqlar və sosial əlaqələr qurmaq üçün əla zamandır. Ancaq məlumat paylaşarkən ehtiyatlı olun və sirlərinizi hamı ilə bölüşməyin. Yeni başlayacağınız münasibətlərdə diqqətli olun. Uğurlu günlər 19 və 22 iyun. Uğursuz gün 20 iyun. Xərçəng. Xərçənglər iyun ayının bu həftəsində emosional dalğalanmalar yaşaya bilər. Hisslərinizi idarə etməyə çalışın və stressdən uzaq durmaq üçün rahatlaşdırıcı məşğuliyyətlərə vaxt ayırın. Bu həftə ərzində ailə ilə bağlı məsələlər ön plana çıxa bilər. İş həyatınızda isə təmkinli olmaq sizə fayda verəcək. Uğurlu günlər 18 və 19 iyun. Uğursuz gün 22 iyun. Şir. Şir bürcləri, karyeranızda irəliləyişlər üçün fürsətlər yaranacaq. Yaradıcılığınızı və özünə inamınızı nümayiş etdirin. Ancaq egonuzu nəzarətdə saxlayın və komanda işinə açıq olun. Şirlərin şəxsi münasibətlərində gözlənilməz hadisələr yaşana bilər. Uğurlu günlər 21 və 22 iyun. Uğursuz gün 17 iyun. Qız. Qızlar, şəxsi münasibətlərinizdə balansı qorumaq vacib olacaq. Diplomatik yanaşmanız sayəsində münaqişələrin qarşısını ala bilərsiniz. Estetik və sənət fəaliyyətlərinə marağınız arta bilər. Həftənin ortasında gözlənilməz xəbər ala bilərsiniz. Uğurlu günlər 19 və 21 iyun. Uğursuz gün 18 iyun. Tərəzi. Tərəzilər, detallara verdiyiniz əhəmiyyət bu həftə sizə uğur gətirəcək. Planlarınızı sistemli şəkildə həyata keçirin və təşkilatçılıq qabiliyyətlərinizi istifadə edin. Sağlamlığınıza da diqqət yetirin və rutin yoxlamaları unutmayın. Uğurlu günlər 20 və 22 iyun. Uğursuz gün 16 iyun. Əqrəb. Əqrəblər, səyahət və macəra arzunuz bu həftə artacaq. Yeni biliklər əldə etmək və dünya görüşünüzü genişləndirmək üçün əla zamandır. Ancaq riskli qərarlardan çəkinin və planlı hərəkət edin. Romantik münasibətlərdə diqqətli olsanız, gözəl anlar yaşaya bilərsiniz. Uğurlu günlər 17 və 19 iyun. Uğursuz gün 20 iyun. Oxatan. Oxatanlar, bu həftə daxili gücünüzü kəşf edəcək və çətinliklərin öhdəsindən gəlmək üçün motivasiya tapacaqsınız. Gizli qalan məsələlər üzə çıxa bilər, buna görə də dürüstlük və açıqlıq önəmli olacaq. İş yerində yeni təkliflər gözlənilir. Uğurlu günlər 16 və 22. Uğursuz gün 18 iyun. Oğlaq. Oğlaqlar, innovativ fikirləriniz və orijinal yanaşmalarınız bu həftə diqqət çəkəcək. Sosial layihələrdə iştirak etmək və cəmiyyətə fayda vermək üçün fürsətlər yaranacaq. Ancaq reallıqdan uzaqlaşmamağa diqqət edin. Dostlarınızdan biri sizə sürpriz edə bilər. Uğurlu günlər 19 və 20 iyun. Uğursuz gün 21 iyun. Dolça. Dolçalar, karyera və maliyyə sahəsində səylərinizin bəhrəsini görməyə başlayacaqsınız. Sabit və etibarlı addımlarla addımlayın. Şəxsi həyatınızda isə yaxınlarınıza daha çox vaxt ayırmağa çalışın. Həftənin sonunda gözlənilməz təklif ala bilərsiniz. Uğurlu günlər 17 və 19 iyun. Uğursuz gün 22 iyun. Balıqlar. Bu həftə sizin üçün yeni başlanğıcların vaxtıdır. Toksik insanlardan uzaqlaşacaqsınız və özünüzü daha rahat hiss edəcəksiniz. İşgüzar səfərlər və yeni layihələr uğurlu olacaq. Həftə sonu sizi gözəl bir tədbirə dəvət edə bilərlər. Unutmayın, xoşbəxtlik pulda deyil, sizin varlığınız belə kifayətdir. Uğurlu günlər 16-22 iyun.
Uğursuz gün 17 iyun. Bu həftəlik bürc proqnonu bu qədər idi. Gününüz xoş və uğurlu keçməsi diləyi ilə yeni bir həftədə görüşənədək.